Uşaqlar 214, 215'ə baxaq. Demək, bizdə CD 2AB-dir. CD. Bura 2x-dır. Burada x-dır. BC 9-dur. Baxın, bu məsafə 9-dur. AD 15-dir. Bu məsafə 15-dir. İndi fikir verin. Baxın, buradan bir AH düz xətti çəkdim. Buranı birləşdirək. Bura 9 idi mu? BC 9 idi, elə deyilmi? O zaman burada 9. Bura x idi, o zaman burada x. İndi fikir verin, yaranan fiqur necə bir fiqurdur? Düz bucaqlı, üç bucaqdır. 90 dərəcə, bura 9. Bura ümumi neçə x olur? 3x olur. Baxın, hipotenüs da bizdə zaten 15'dir. Mən buradan x-i tapa bilərəm. Yəni, 9'un kvadratı üzərinə gəl. 3x-in kvadratı bərabərdir 15'in kvadratı. 81 üzərinə gəl 9x kvadrat bərabərdir 225. 9x kvadrat bərabər 225'dən çıxıram 81'i. Deməli, 144. Buradan x kvadrat bərabər 144'ü 9'a bölürəm 16 dəfə. O zaman x neçə olacaq? X-imiz olur 4. Bizdən nəyi soruşur? CD-ni. Baxın, bu məsafəni. 2 vur 4, yəni 8. Cavab olacaq D bəndi. Eyni qayda ilə 215'i siz yazarsınız.